Tövsiyəmiz odur ki, bateriyasız oyuncaqlar olsun. Tamam, uşaqlar çox xoşlayırlar səsli, musiqili oyuncaqları. O zaman ən azından bateriya qoyulduqdan sonra onun həmin hissəsi belə olsun ki, o bağlanan hissə olsun. Yəni adətən satılan hissələrdə o bağlanmamış olur və sadəcə kiçik bir qapaqla qapanmış olur və uşaqlar onu rahat şəkildə açıb həmin bateriyaları uda bilirlər və bu bateriya udulması qida borusunda faciəvi bir yanığa səbəb olur və uşağın ömür boyu qida borusu problemləri yaranır. Ona görə ən vacib məsələlərdən biri çalışın ki, bu bateriya məsələsinə diqqət edin. İkinci məsələ uşaqlara bu puzzle-lardır. Yəni əgər bir uşaq anlamlı şəkildə onu dərk edə bilmirsə ki, bu oyuncaq parçalarını yığmaq lazımdır. Məsələn, o zaman biz onu qarşısına tökdüyümüz zaman onu ağzına qoyub uda bilər və bu çox böyük bir risk yarada bilər. Yəni, bundan başqa oyuncaq maqnitlər. Uşaqlar birdən artıq maqnit udarsa, bağırsağa keçdiyi anda iki bağırsaq divarını bir-birinə birləşdirib bağırsaq deşilməsinə səbəb olur. Yəni, bunun başqa bir belə deyək, alternativi olmur. Adətən də əməliyyatla bunlara müdaxilə etmiş olur. Ona görə kiçik bir maqnitin nələrə səbəb ola biləcəyini bilirik. O səbəbdən də bu tip oyuncaqları xüsusilə 5 yaşından kiçik uşaqlara qətiyyən tövsiyə etmirik.